morning. Hər vaxtınız xeyirli olsun. When I sit down with the Mən offering will be nitqimi taken, bitirəndən sonra iyanələr yığılacaq sensitive və xahiş edirəm, həssas olasınız. Görün, Tanrı necə istəyir ki, siz iyanədə iştirak edəsiniz. Özüm isə istərdim sizinlə birlikdə Mikeya Peyğəmbərin kitabı 6-cı fəsli açaq və Pastor Geri çox gözəl bölüşdü, çox qüdrətli bir söz idi. Deməli, Əhd Ətiq kitabı, Kiçik Peyğəmbərlər, Mikeya Peyğəmbər və bu fəsildə Mikeya Peyğəmbər əslində Tanrının sualını səsləndirir və Tanrı soruşur ki, mən nəyi səhv etdim? Harada yanlış oldum? Səhvim nə idi? Yolumu harada azdım? Və sonra Tanrı izah edir ki, necə öz xalqını Misirdən qurtardı, eləcə də öz xalqını xilas etməyin tarixini diqqətə çatdırır. Ondan sonra 6-cı fəsildə, üzr 6-cı bənddə o deyir, Rəbbin hüzuruna nə ilə gedim? Uca Allaha necə səcdə edim? Peyğəmbər bu sualı verir. Ondan sonra bəzi ehtimalları diqqətimizə çatdırır, çalışır bir növ başa düşsün ki, nə cür qurban gətirə bilər Tanrıya. Və deyir, önünə yandırma qurbanları ilə mı gəlim? Bir illik danalarla mı çıxım? Əgər qanun bunu tələb edirsə, bəlkə bunları gətirim. Biz də düşünərdik, bəli, ki, Rəbb bunu tələb edir. Amma sonra Peyğəmbər davam edir, 7-ci bənddə deyir, bəlkə minlərlə qoç qurbanı gətirim. Yəni, minlərlə qoç, düşünün ki, minlərlə qoç sürüsü. Onları, ya Rəbb, sənə qurban gətirsəm, necə düşünürsən? Bunları istərsənmi? Minlərlə qoçu qurban gətirim sənə. Cavab yoxdur Tanrıdan hələ. Daha sonra Peyğəmbər soruşur, bəlkə zeytun yağının 10 minlərlə seli, yəni çayları Rəbbin xoşuna gələr. Düşünün indi zeytun yağı çayı, hətta çayın özünü, yəni 10 minlərlə çayları düşünsək ki, Rəbbə qurban gətirmək. Bu barədə nə deyərsən, ay Allah? Bu sənin xoşuna gələrmi? Yəni minlərlə qoç, ondan sonra danalar və zeytun yağının 10 minlərlə çayları. Və indi isə, baxın, daha da yuxarıya qalxaraq, pilləni yuxarı qaldırıb, deyir ki, Peyğəmbər deyir ki, bədənimin bəhrəsi, əvvəl deyir ki, üsyankarlığıma görə bəlkə ilk oğlumu sənə qurban gətirim, ay Allah. Düşünün öz ilk övladınızı, mənim ilk övladlarım. Necə də əzizdilər onlar. Mənim içimə yoldaşım olardı bu sevdiyimiz Joanna Kay. Joanna, səni çox sevirəm, qızım. Deyir, günahım üçün öz övladımı bəlkə verim. Və bəlkə də orada böyük bir sükut, seylah ki, bu necədir, ya Rəbb? Bunları gətirinmi sənə? Amma xeyr, xeyr, xeyr. Çünki İsa bütün bunların qayğısına qalıb, mükəmməlcəsinə və tam şəkildə, həmişəlik və bütövlüklə əbədi olaraq. Çox sağ ol İsa. Sonra o, yəni Peyğəmbər öz nitqini davam edərək deyir ki, ey insan, Allah sənə yaxşı olanı bildirdi. Yaxşı, yəni daha yaxşı, xeyir, əziz, dəyərli, gözəl bir şey. Yəni xoşa gələn, tərəqqi verən şeyi bildirdi. Ən yaxşı düşünə biləcəyimiz şeylər ora daxil ola bilər. İbran dilində tob sözüdür. Yəni Allah sənə bildirdi, ey insan, ey kişi, ey qadın, ey xalq. Allah artıq bunu bəyan edib, o bunu göstərib, o gizlətmir bunu. Hamı üçün bu açıqdır ki, hər kəs görsün ki, Allah nə istəyir. O bizə deyib ki, yaxşı olan nədir və Tanrı nə istəyir, tələbi nədir səndən.
Taraş, həmin o söz və taraş sözünün mənası odur ki, Tanrı bizə bildirib ki, nəyin qayğısına qalır və nəyi axtarır və nəyi istəyir və nəyin arzusundadır. Burada Peyğəmbər deyir ki, o artıq sizə bunu bildirib ki, həmişə Allah nə axtarıb. Və budur Tanrının axtardığı şeylər. Qulaq asın, o burada deyir. Allah sənə yaxşı olanı bildirdi. İstədiyi şey odur ki, ədalətli rəftar edəsən. Zeytun yağı ilə dolu çaylar, danalar, qoçlar, ilk oğlun və ya övladın bir qırağa axtardığım budur. Ədalət istəyirəm. Düzgün olanı istəyirəm. Axtarıram o şeyi ki, hələ bax, düppədüz, tam dürüst olan şey olsun. Düppədüz, tam dürüst olan şey istəyir Tanrı. Və biz hardan bilək ki, bu yalnız düz deyil, amma düpdürüzdür vəziyyətlərdə bu məqam üçün ki, müqəddəs ruh an bizdən nə istəyir vəziyyətlərdə hər gün həyatımız üçün. Və budur Tanrı nəyi axtarır. O istəyir ki, biz ədalətli rəftar edək. Ədalət yaratmaqdan, sonra deyir, məhəbbət, yəni nəvaziş göstərmək. Və xəsəd sözdür bu, gözəl xəsəd sözü Yahudi dilində, İbrani dilində. Bu, Allahın xeyirxahlığı, yaxşılığı, lütfü və mərhəməti mənasını verən sözdür. Və Pastor Geri məndən qabaq bunu qeyd etmişdi ki, düzgün, düpbədüz olan addımı atmaq, hərəkəti etmək və sonra da məhəbbət göstərməyi sevməkdən. Ki, Rəbb bizə göstərdiyi o nəvazişi, o məhəbbəti, o mərhəməti ki, İsa Məsih bizə onu göstərdi ki, biz də bunu etməyimizi Rəbb istəyir. Və sonra da üçüncü fikir burada Peyğəmbər qeyd edir. Deyir ki, itaətkarcasına, yəni fağırlıqda gəzəsən. Və bu da davamlı olaraq Allahla qarşılıqlı münasibətlər vasitəsilədir ki, biz itaətkarcasına Allahımızla gəzə bilərik. Deyir, itaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki? Yəni, bizim fağırlığımız, bizim bədənimiz, bizim cisimimiz aşağıya salınmalıdır. Fağırlaşdırılmalıdır. Çünki cismani təbiətimizdə xeyirli bir şey yoxdur. Çünki yeganə çıxış yolumuz İsa Məsihdir. Rəblə gəzintimizin yeganə yolu Məsihdir. Onun bizim həyatımız olmasıdır. Başqa heç bir şeyin dəyəri yoxdur. Amma ədalət yaratmaqdan və Tanrının ruhunun qüdrətində, Allahın yolunda, onun vaxtında gəzməyimidir. Və budur əhəmiyyət kəsb edən ki, biz Elohim olan Tanrımızla itaətkarcasına, fağırlıqla gəzməyimiz. Çünki vaxt gələcək, o gün gələcək. Bəli, İsa Məsih bütün günahlarımızı öz üzərinə götürdü. Bizə öz salihliyini verdi. Amma bir gün gələcək ki, biz də onun qarşısında duracağıq. Və biz gördüyümüz hərəkətlərə görə, işlərimizə görə cavab verəcəyik. Və istəmirikmi ki, o günümüz sevinç dolu günümüz olsun, hevslənmə günümüz olmasın, kədərdən axıtdığımız göz yaşları olmasın. Nə gözəldir ki, Rəbbin xəsəd sözü var. O öz məhəbbətini bizə, məhəbbətini sevərək göstərdi. Və bütün bununla yanaşı, mən istəyərdim bizim məsləhət vermə şöbəmizin adından məxsusilə bir şəxsdən üzr istəyim. Və bu da Cedaya Təngi adında olan qardaşımızdan üzr istəmək istəyirəm. Səbəb də ola bilsin ki, mən onun ağrısına daha çox ağrı əlavə etdim. Ona məsləhət verməməyimlə, ona qulaq asmamağımla, haradakı qulaq asmalıydım və məsləhət verməliydim. Və bununla ona daha çox ağrı həyatına gətirdiyimə görə üzr istəyirəm. Cudaya, səndən xahiş edirəm. Üzr istəyirəm səndən və xahiş edirəm məni bağışlayasan lütfən. Və ola bilsin ki, bu bir neçə 10 illik ərzində bir sıra adamlar var ki, mən onlardan
Üzr istəməliyəm, onların bağışlanmasını istəməliyəm. Odur ki, biz insanları sevmək istəyirik. Biz onlara xeyirxahlıq göstərmək istəyirik. Tanrı bunu axtarır bizim həyatımızda. O bizə bunu göstərib. O göstərib ki, o yaxşıdır. Və o göstərib ədalət yaratmaq nə deməkdir? Və məhəbbəti sevmək nə deməkdir? Bunu tam sərbəst şəkildə vermək və onunla fağırcasına gəzməyimizi o göstərib bizə. Bəli, ya Rəbb, səndən xahiş edirəm. Məni bağışla. İstəyirik ki, həyatımız şəfa verən bir zeytun yağı olsun. Biz istəyirik ki, bizim kilsəmizdə o zeytun yağının selləri axsın. Səni təsir altına qoymaq üçün yox, amma Allahın ruhuna qapını açmaq üçün ki, bu axın axsın, xidmət etsin və yenilik gətirsin. Ya Rəbb, bizə kömək et. Bizə kömək et. Və səndən xahiş edirəm, özünü kilsə vasitəsilə izzətləndir. Özünü izzətləndir. Biz sənə həmd edirik və sənə səcdə qılırıq və sənə minnətdarıq. İsa Məsihin adı ilə. Amin.